özümüz evdə sağlam cips hazırlayırıq. Əvvəlcə nə edirik? Soyuyoruz. Soyuyoruz. Daha sonra isə rəndələyirik rəndənin cips gözündən. Yes! Sen ne yapıyorsun? Buzlu suda nə edirik? Potatoslarımızı 15 dəqiqə saxlayırıq. Əldə çək potatosu içinə atacağıq. Buzlu suda saxladığımız kartofları qəşəngcə yuyuruq və qaynar suyun içərisinə əlavə edib təxminən 3 dəqiqə qaynadırıq. İndi isə qaynatmış olduğumuz kartoflarımızı salfetlərin üzərinə yerləşdirərək yaxşıca quruduruq. Çıx. Kartoflarımızı yağlı kağızın üzərinə yerləşdiririk. Bayaklı o. Normal olan. Zətlərinə sürt. Sürt üstlərinə qəşəng. Son olaraq isə öncə üzərlərini yağlayırıq, daha sonra isə bol-bol duz əlavə edərək 180 dərəcədə əvvəlcədən isitdiyimiz sobada təxminən 15-20 dəqiqə bişiririk. Mən biraz çox bişirdim, ağız dadınıza uyğun siz də bişirə bilərsiniz.